Səni görməzdən gələn birini necə edə bilərsən ki, özü sənin arxanca qaçsın? Əgər daxilində belə bir düşüncə varsa, kaş o da mənə diqqət yetirsəydi, kaş nə vaxtsa mənə dəyər versəydi, o zaman diqqətlə dinlə. Psixologiya bəzən sərt olsa da oyandırıcıdır. Biz birinə nə qədər çox diqqət və maraq göstərsək, o qədər də o insan bizdən uzaqlaşmağa meyilli olur. Əgər sən daim diqqət çatışmazlığı hiss edirsənsə, əsas sual budur. Niyə sən özün-özünə diqqət göstərə bilmirsən? İndi isə səni görməzdən çıxaracaq bir neçə güclü psixoloji qayda. Birincisi, təxmin edilə bilən olma. Beynimiz daim əlçatan olan şeyləri fon kimi qəbul edir. Əgər sən həmişə dərhal cavab verirsənsə, ilk sən yazırsansa, hər görüş istəyinə bəli cavabı verirsənsə, sən artıq onun üçün sadəcə bir fon olmusan. Bu davranışı dəyişdir. Cavablarını gecikdir. Biraz sakitləş. Qoy o hiss etsin ki, sən artıq eyni adam deyilsən. İkinci, özünə sərmayə qoy. Tədqiqatlar göstərir ki, insanlar başqaları tərəfindən dəyərli görülənlərə daha çox maraq göstərirlər. Yəni, aktiv həyat yaşa, maraqlı hobbilərlə məşğul ol, öz çevrəni dəyərləndir. Sən artıq dırnaqarası diqqət istəyən biri yox, diqqəti üzərinə çəkən bir resursa çevrilirsən. Üçüncüsü, itki qorxusu. 1970-ci illərdə psixoloq Kennan bir fenomen kəşf etdi. İnsanlar nəyisə itirməkdən, onu qazanmaqdan daha çox qorxurlar. Əgər sən o insan üçün artıq vərdiş edilmiş birisənsə, gözlənilmədən həyatından çıx və sən onu deyil, o səni axtarmağa başlayacaq. Və ən maraqlısı, sən özünə qarşı maraqlı olanda o insanın sənə diqqət göstərməsi artıq sənə o qədər də vacib görünməyəcək. Çünki sən artıq özünlə bağlı ən maraqlı hekayəni yaşayacaqsan. İndi isə şərhlərdə paylaş. Səni görməzdən gələnə qarşı nə edirsən?